İsti yay günlərinin birində qonşular gəlirlər mollanın yanına ki, Ay molla, bu birə bizi əldən dildən saldı. Gecə səhərə qədər yatmağa qoymur. Bəlkə sən bir dərman biləsən, neyniyək? Onun üçün çox yaxşı, çox da asan bir dərman var. Gecə yatanda yanınıza duz qoyun. Elə ki birə gəldi, tutun, sonra duzdan bir çimdik səpin gözünə. O saat olacaq kör, daha bir də sizi tapa bilməyəcək ki sansın. Gecenin bir yarısı molla tələsik arvadı yuxudan oyadır ki, Arvad, tez ol, eynəyimi mənə ver. Ah kişi, gecə qaranlıqda yorğan döşəyin içində eynəyi nə eləyirsən? Arvad, tez ol, bir yaxşı yuxu görürəm. Ancaq bəzi yerləri qaranlıqdır beyə, seçə bilmirəm. Eynəyi ver yaxşı-yaxşı baxım. Bir gün bir xəsis tacir molladan soruşur. Molla, bu dünyada ən çox kimi sevirsən? Mənim qarnımı doyuranı. Demək, əgər mən sənin qarnını doyursam, məni hamıdan çox sevərsən, eləmi? Məhəbbət ki var, əgər ilə məgər ilə olmaz. Gərək göz görə, ağız dada, qarın doya, könül sevə. bir gün mollanın oğlu küçədən bir cib bıçağı tapır. Gətirib atasına göstərib soruşur ki, Ata, bu nədir belə? Bala, bu hələ təzəcə anadan olmuş mişar balasıdır. Sən yaxşı saxlaya bilməzsən, ölər. Qoy qalsın mənim cibimdə, böyüsün, elə ki dişləri çıxdı, oldu mişar, onda verərəm sənə. Arvadı gecə mollanı yuxudan oyadır ki, Molla, evdə pişik var, qabları sindirəcək. Sağ tərəfindən o şamı ver yandırım, pişiyi qovum. Arvad, citsat deyilsən ki, gecənin bu qaranlığında mən nə bilim sağ tərəfim hayandadır? deyirlər ki, gecələrin birində yenə də mollanın evinə oğru gəlir. Nə qədər axtarırsa, əlinə heç bir şey keçmir. Mollama oyaq imiş, oğruya fikir verirmiş. Çox gözləyir, baxır ki, oğru əl çəkmək istəmir, fikri odur ki, elə hökmən bir şey çırpışdırsın. Təngə gəlib deyir, Ay qardaş, sən Allah qoy yataq. Vallah billah o şeyi ki sən gecə qaranlıqda axtarırsan, mən günün günorta çağı axtarıram, tapmıram. günlərin birində mollanın inəyi itir. Yazıq küçələrə düşüb car çəkir, özü də tez-tez deyir. Kimə rast gəlir gəlsin, qazıya rast gəlməsin. Ay molla, qazıdan niyə belə qorxursan ki? Rast gəlsə nə olar? Sizin savadınız yoxdur, bilmirsiniz. Mən qanun kitablarına bələdəm. İnək qazıya rast gəlsə, salacaq o qanun kitablarına, halal eləyib, inəyi yiyəcək, çox danışsam hələ özümü də cərimə eləyəcək. Molla arvadı ilə gölə paltar palaz yumağa gedir. Bunların başı qarışır, bir qarğa sabunu götürüb uçur. Arvad bunu görüb qışqırır. Əkşi, qoyma. Qarğa sabunu apardı. Görmürsən, yazığın üst başı qapqaradır. Niyə qoymuyum? Lazım olmasa aparmaz ki. biri qaça-qaça gəlib mollaya xəbər verir ki, Molla, tez ol gəl, evinizə ot düşüb yanır. Qapınızı nə qədər döydümsə heç kəs açmadı. Yəqin evdə adam yoxdur. Balam, biz arvadla işi bölüşmüşük. Çöl işi mənimdir, ev işi onun. Zəhmət olmasa ged onu tap, de ki gedib söndürsün. Mən onun işinə qarışa bilmərəm. molla ev tikdirir. Evi tikən ustaya tapşırır ki, Tavanın taxtalarını döşəməyə, döşəmənin taxtalarını isə tavana vurarsan. Molla, bunun səbəbi nədir? Ev qutarandan sonra evlənəcəyəm. Arvad da ki girdi evə, sabahsı ev alt üst olacaq. Ona görə də indi baş ayaq vur ki, onda düzəlsin.
Yenə də günlərin bir gün mollanın arvadı mollo ilə mübahisə edir. Bu saat de görək, bizim hansımızı daha çox sevirsən? Məni, yoxsa ananı? Molla nə qədər andaman eləyib deyirsə ki, ikinizi də arvad əl çəkmir. Axırda arvad deyir. Bura bax, uzun eləmə. Birdən biz ikimiz də düşsək bir dərin gölə. Sən də olasan orada. Birinci hansımızı çıxardarsan? Molla baxır ki, iş şuluqdur, arvad mollanı yaman yerdə tutub. Odur ki, arvaddanan soruşur. Arvad, gərək ki sən azmaz üzməyi bilirsən axı. İsti yay gecələrinin birində molla arvadı ilə damda yatmış imiş. Gecənin bir yarısı arvad mollaya deyir. Ay kişi, sən Allah biraz oyana çəkil. Yaman istidir, laf pişdim. Molla bir söz deməyib çəkilir. Səhər molla yox olur. Arvad bir gün gözləyir, 2 gün gözləyir, 1 ay gözləyir, 3 ay gözləyir, molla gəlmir ki, gəlmir. 3-4 aydan sonra uzaq kəndlərin birindən gələn bir nəfər molladan belə bir sifariş gətirir. Bacı, molla soruşur ki, arvad hələ sərinləməyibsə, biraz da o yana çəkilim. Molla, arvadın çox gəzir. Onun biraz ipini yağ. Düzdür, mənim arvadımda pis xasiyyət çoxdur. Hər nə desəniz inanaram, amma gəzəyən olduğuna inanmıram. O yalandır. Nədən deyirsən yalandır? Ondan deyirəm ki, əgər gəzəyən olsaydı, ayda, ildə bir dəfə də azıb öz evimizə gəlib çıxardı. Bir gün Molla Nəsrəddin həyətdə cücələr üçün milçək ovlayırdı. Elə bu vaxt biri Mollanın yanına gəlib soruşur ki, Molla, sən bilərsən, qiyamət nə vaxt olacaq? Hansı qiyamət? Molla, neçə qiyamət var ki? 2 cür qiyamət var. Kişi özü öləndə bu olur kiçik qiyamət, bax əgər arvadı ölərsə, bu olar böyük qiyamət. Bir gün Molla Nəsrəddin oğlu ilə bərabər üyütmək üçün dəyirmana buğda aparır. Buğdanı oğlunun dalına yükləyir, özü də onun dalınca yavaş-yavaş gedirlər. Yolları bir çala-çuxur yerdən düşür. Molla oğlunun nə dərəcədə hazır cavab olub-olmadığını yoxlamaq üçün deyir. Bala, gözlə, yükü aşırarsan. Bir dəfə bizim çərdəymiş eşşək burada yükünü aşırdı. Oğlan heç bir söz demir. Taxılı üyüdürlər, qaydanbaş molla nə qədər eləyirsə, oğlu onu dalına götürmür ki, mən yorulmuşam, həm də qaranlıqdır. Molla əlacsız qalıb onu öz dalına götürüb düşür yola. Elə haman çala-çuxur yerə çatanda oğlu daldan qışqırır ki, Ata, gözdə yıxılarsan ha. Dəyirmançı da deyirdi ki, burada çox at eşşək yıxılıb. Molla bazarda bir nəfərə rast gəlir. Tez salam verir, görüşür, qucaqlayıb öpür. Sonra bir də diqqətlə kişini gözdən keçirib soruşur. Qardaş, sən kimsən? İndi ki mənim kim olduğumu bilmirsən, bəs niyə belə cani dildən qucaqlayıb öpürdün? Valla, baxdım ki, paltarım oxşuyur, saqqalın saqqalıma, dedim ki, bəs sən mənsən.